Xəyali kəsiklər və hissələrin birləşdirilməsi mövzularının və testlərinin izahına baxırıq. Xəyali kəsiklər mövzusunun mahiyyəti nədən ibarətdir? Belə ki, hər hansı bir kağız götürülür və həmin kağız müxtəlif istiqamətlərdə qatlanılır. Ən sonda qatlanmış kağızın üzərində müəyyən kəsiklər aparılır. Müxtəlif formada fiqurlar kəsilir və ən nəhayətində həmin kağız açılır. Bizdən də sualda soruşulur ki, qatlanaraq kəsiklər edilmiş kağızın üzərində açan zaman hansı formada bir şəkil alınacaq? Variantlardan bunu seçməyimiz tələb olunur. Bu sualları işləyərkən diqqət etməliyik nəyə? Sualları işləyən zaman bizim köməyimizə çatan üsul güzgü əksidir. Çünki düşünək ki, bir kağız qatlanılır. Buradan məsəl üçün qatlandı. Tutaq ki, deyirəm, başqa formaya qatlamır. Elə bunu düzbucaqlını sağdan sola doğru qatlayır. Bunun sol tərəfində belə, məsəl üçün, dairə, üçbucaq hissələr kəsir. Məsəl üçün, buradan da deyək, belə bir hissə kəsir. Daha sonra bunu soldan tutub sağ tərəfə doğru açanda nə baş verəcək? O kəsimlər gəlib özlərini sağ tərəfdə də görməlidirlər. Amma olduğu kimi görmür. Çünki burada güzgü prinsipi var. Sol tərəfdə olan kəsimlər sağ tərəfdə özlərini güzgü formasında görməlidirlər. Yəni dairə özünü ortada görəcək, üçbucaq da özünü aşağıda. Bu üçbucaq kəsimsə, bu kənarda olan üçbucaq kəsimsə, özünü gəlib sağ küncdə görəcək. Çünki burada ortadan baxsanız güzgü prinsipi qaydası ödənilir. Xəyali kəsiklərdə sualları həll edəndə biz güzgü prinsipi ilə yaraşırıq. Burada təbii ki, sağa sola güzgü, yuxarı aşağı güzgü və çəp güzgü deyirik. Buna deyirik diaqonal güzgü. Bundan istifadə olunur. Yuxarı aşağı sağa sola güzgü, baxın, burada göstərdiyim kimidir. Sol tərəfdən sağ tərəfə doğru güzgü verəndə, söhbət birinci sualdan getmir, ümumi mənada deyirəm. Yəni bu formada bir kağızı qatladıq. Sol tərəfində belə kəsiklər olunubsa, o kağızı mən sağ tərəfə açanda kəsiklər eyni bu qaydada gəlib düşəcək. Sonra düz güzgüdən əlavə yuxarıdan aşağı qatlanma ola bilər. Məsəl üçün, bir kağızdır, aşağıdan tutub yuxarıya qatlamışıq. Məsəl üçün, bu yuxarı hissəsində gəlib belə hissələr kəsib. Belə hissə kəsib, buradan belə bir üçbucaq hissə, buradan belə bir dairə. Ortaya da gətirib, məsəl üçün, gətirib düzbucaqlı qoyub. İndi mən bu hissəni yuxarıdan tutub aşağıya açanda, orada hansı kəsim hissələri yaranacaq? Təbii ki, bu dairə özünü bu tərəfdə də görəcək. Aşağısında bir düzbucaqlı. Buradakı yumru gəlib hara düşəcək? O ortadan uzaqda, gəlib burada da uzaq hissəyə düşür. Burada üçbucaq kəsim var. O da gəlir, baxın, bu hissəyə düşür. Və tamamilə biz ortadan bir dənə qoyulmuş güzgü ilə baxın, solda, yuxarıda və aşağıda verilən kəsimlər tamamilə bir-birinin eynisidir. Bu isə yuxarıdan aşağı və yaxud da ki, aşağıdan yuxarı güzgüdür. Soldan sağa, yuxarıdan aşağı güzgüləri görmək çox rahatdır. Burada tam simmetrik formada düşür. Fiqurların simmetriyası tam formada düşür. Yəni, bu cür qatlamaya simmetrik qatlama formasında baxa bilərik. Yəni, soldan sağa qatlayanda solda olan bütün hissələr olduğu kimi sağ tərəfə keçir, sadəcə güzgü formasında keçir. Ona görə xəyali kəsiklərdə biz ancaq güzgü prinsipi ilə işləyirik. Sağa güzgü, sola güzgü, çəp güzgü, aşağı yuxarı güzgü və s. İndi bu sağa, sola, aşağı yuxarı güzgüləri qeyd elədik. Bəs çəp güzgü nədir? Çəp güzgüdə nə zaman bizə lazım olur? Məsəl üçün, kvadrat formasında bir kağızdır. Bunu götürür ortadan diaqonalvari qatlayır. Buradan götürür bura qatlayır. Və həmin hissənin üzərində, baxın, kəsimlər eləyir. Üçbucaq formasında qatladı. Düzbucaqlı üçbucaq. Qatlanma hissəsi də belə qırıq-qırıq xətlə göstərilir. Aha. Hər zaman qatlanacaq hissə, hansı hissə ki qatlanıb, o qırıq-qırıq xətlə göstərir. Sonra deyək ki, baxın, gəlib burada kəsimlər eləyib. Burada üçbucaq kəsib. Burada nə bilim belə bir ox qoyub. Sonra aşağıda belə bir üçbucaq kəsib və s. Burada bir dairə qoyub buradan. İndi mən bunu bərpa eləyəndə normal şəklinə
Gəlib açıram bu hissəni. Kağız necə qatlanmışdı? Buradan içə doğru, bura doğru. İndi açanda da buradan bura doğru biz nə etməliyik? Kağızı açmalıyıq. İndi bu açanda hansı vəziyyətə düşəcək? Baxın, burada bir ox var. O gəlib yuxarıda özünü necə görəcək? Belə baxmaq lazımdır. Çəp güzgüdə fiqurlar bir-birinə nəzərən 90 dərəcə fırlanmış vəziyyətdə olur. Diqqətli olaq bu məqamda. Çəp güzgü və yaxud da ki biz buna diaqonalvari güzgü deyə bilərik. Bu güzgüdə biz fiqurları yuxarı köçürəndə, üzdə olan o kəsimləri yuxarı köçürəndə hər biri 90 dərəcə fırlanmış olacaq. 90 dərəcə aşağıdan yuxarı açıram deyə hər bir fiquru 90 dərəcə sağa fırladın. Ondan sonra burada görmək tamamilə mümkündür. Məsəl üçün, bu üç bucaqdır. 90 dərəcə fırlananda baxın, gəlib burada dayanacaq. Sonra bu oxdur. Ox 90 dərəcə fırlananda gəlib bu tərəfə baxacaq. 90 sola fırlasanız gəlib eyni görüntü olacaq. Bu dairəni də 1.90 fırlasaq, gəlib bura düşür yaxına. Bu küncdəki dairədə gəlir yenə də küncə düşür. Yəni ki, bu formada bir fiqur almış olacağıq. Deməli, çəp güzgüdə etməli olduğumuz məqam fiqurların hərəkətinə, fırlanıb hara düşəcəyinə, yəni kəsimlərin, kağız üzərində olunmuş kəsimlərin hara düşəcəyinə diqqətlə baxmaqdır. Diaqonalvari güzgüdə bu formada olur. İndi, məsələn, başqa bir nümunədə göstərək. Tutaq ki, bu formada qatlanıb kvadratdan. Sonra təzədən yenə buradan da qatlanıb içə doğru. Və burada gətirir, buradan məsəl üçün birini kəsir. Buradansa məsəl üçün üçbucaq qoyur və s. İndi bunu mən bu hissədən, burada da bir dairə olsun. Bu hissədən bu hissəyə doğru açanda yenə eyni prinsiplə. Burada nə var? Burada bir üçbucaq var. O gəlib bura düşəcək. Yuxarıdan aşağı çəp güzgü formasında açdım. Sonra buradakı kəsim gəlib bura düşəcək. Dairə də gəlib burada qalacaq. Düşünün indi. Siz buradan tutub bura qatlayanda həmin kəsimlər gəlib üst-üstə düşəcəkmi? Kəsimlər mütləq şəkildə üst-üstə düşməlidir. İndi buradansa yuxarı açıram. Yuxarı açanda baxın bu dairə burada tamamlanır. Buradakı üçbucaq hissə burada da üçbucaq olur, tamamlanır. Burada da bir üçbucaq kimi olur, tamamlanır. Buradakı dairə hissəsi də burada tamamlanır. Burada yan-yana gördüyümüz dairələr də gəlir. Biri bu hissədən, biri də bu hissədən düşmüş olur. Yəni fiqur tamamilə gəlir bu formaya düşür. Çəp güzgüdə də bu formada. İndi dediyimiz bütün qaydaları burada tətbiq eləyək. Tətbiq eləyəndə nə edirik? Diqqət etməli olduğumuz məqam nədən ibarət? Yəni bunları silək. Baxaq sualımıza. Sualda birinci baxmalıyıq fiqurun kağızın qatlanma vəziyyətinə və onu da qeyd edeyim ki, kağız qatlanır, müəyyən bir vəziyyət alır. Onun üzərində kəsimlər edilir. O kəsimlər olunmuş kağızı geri açanda qatladığımızın əksinə açmalıyıq. Məsəl üçün, burada qırıq-qırıq xətt istiqamətində həmişə deyirik qatlanır. Soldan, sağdan daha doğrusu sola doğru qatlanıb. Sağdan sola doğru qatlanıbsa, mən şəkli açanda soldan sağa doğru açacağım. Burada bir məqam var. Üçüncü prosesi burada birbaşa göstərib. Belə ki, kağız götürür. Sonra o kağızın tən ortasını tapır. Tən ortasını tapır, soldan sağa doğru, üzünü sayın sağdan sola doğru fırlayır, qatlayır. Sağdan sola doğru qatladı. Belə bir düzbucaq hissi aldı. Daha sonra bu şəkildə görürük ki, bu küncdə kəsimlər eləyib. Ona belə çıxır ki, bunun da ortasını tapıb, bu hissədən gətirib bura qatlayıb, sonra həmin qatlanmış hissədə kəsimlər eləyir. Bu formada romb və üçbucaq formasında kəsir. Bir şeydə diqqətli olun ki, əgər son hissədə, son anda, sonuncu əməliyyatda kağızı kəsibsə bu hissəni, o hansı küncdür? Sol yuxarı küncdür. Sol yuxarı künc əsas fiqurda da dəyişməməlidir. Məsələn, A variantında sol yuxarı küncə baxın. Romb düşüb aşağıda dayanıb. Yanlış vəziyyətdir. B-də heç bir problem yoxdur. Düzgün gəlir hələ ki. Burada da sol yuxarı künc düzdür. Burada üçbucaq aşağı düşüb. Amma yuxarıda olmalıydı. Baxın, burada getdi.
Burada da həmçinin rombla üçbucaq yerini dəyişib getdi. B və Y variant, B və C variant arasında qalırıq. Burada indi hansı olacaq ona baxaq. Biz dedik ki, qatladığımızın tərsinə açmalıyıq. Gəlin açaq. Aşağıdan yuxarı qatlamışdıq deyə, indi yuxarıdan aşağıya doğru açacağıq. Açanda nə demişdik? Güzgü prinsipi ilə yanaşırıq. Romb gəlir düşür bura. Üçbucaq uzaqdadır və təpəsi küncə baxır. Yenə də üçbucaq uzağa düşəcək və təpəsi küncə baxacaq. Yəni bu formada bir görüntü alınır. Burada üçbucaq düz dayanıb. Və yanlışdır, ona görə də cavab olur C variantı. İkincidə baxın, artıq bu diaqonalvari qatlanmadır. Diaqonalvari qatlanmaq nə deməkdir? Bu üçbucaqdır. Ortadan diaqonalla bölüb, daha doğrusu düz kvadratdır. Üçbucaq formasında bölüb bunu ortadan. Yuxarı hissədən qatlayıb aşağıya doğru. Sonra baxıram ki, bunun da ortasını tapıb, bu hissədən də bu hissəyə doğru qatlayıb. İndi mən açanda nə etməliyəm? Geri getməliyik. Buradan bura doğru açmalıyıq. Açanda nə baş verəcək? Burada olan bütün görüntülər gəlib özlərini bu tərəfdə görəcək. Bu ox belə baxır və qarşıda özünü bu formada görür. Düzbucaqlı baxın, düz dayanıb demişdik, 90 dərəcə dönür. 90 dərəcə dönüb gəlir, bu vəziyyətə keçir. Dairə də düzbucaqlının baş hissəsindədir. Gətirib onu da yazırıq bura. Sonra kağızı nə etmək lazımdır? Açıram. Kvadrat formasında ən son versiyada açıram. Açanda nə baş verir? Buradakı ox özünü burada görür. Burada bir dairə var, özünü burada görür. Sonra burada bir kvadrat var, düz formaya düşür. Sonra baxın, burada belə bir ox var. Üzü bura gələn. Sonra burada bir nə var? Belə bir ox var. Sonra burada dairə, burada da nə? Düzbucaqlı. Fiqur tamamilə bu vəziyyətə gəlib düşür. Yəni olduğu formada açanda. Çünki biz buradan da bu tərəfə açanda soldan yuxarıya doğru, sol aşağıdan sağ yuxarıya doğru güzgü verməliyik. Bunu variantlarla da işləmək olar. Necə? Təbii ki, xəyali kəsiklərin hər bir sualını variantlarla işləmək mümkündür. İndi gəlin bunu silib variantlarla işləmək yoluna baxaq. Bizim gördüyümüz əsas hissə hansı küncdür? Soldakı orta küncdür də, sol orta küncdür. Gəlin həmin sol orta küncü buradan axtaraq. Bu görüntü eynidir. Burada heç bir problem yoxdur. Məsəl üçün bu görüntü oradakı ilə eynidir, bir problem yoxdur. Burada baxıram, ox aşağı baxır. Burada isə ox yuxarı baxır. Y variantı getdi. Burada da həmçinin ox aşağı baxır. C variantı getdi. Ox yuxarı baxır. Okey, 3 variantı da elədik. Biz bunu qatlayanda ox burada özünü görməlidir. Burada hamısı para qalıblar. Axı oxlar qatlayan zaman üst-üstə düşməlidirlər. De getdi. A və C-də də bir baxın bir dənə. Biz dedik ki, bu ortadan buradakı hissəni bura qatlamalıyıq. Qatlayanda kvadrat belə deyək də qatlanma hissəsinə daha yaxındır deyə düzbucaqlı daha doğrusu gəlib bura düşəcək, dairə bu tərəfə düşəcək. Bu dairə ilə düzbucaqlının yerini dəyişiklik veriblər. Ona görə də A variantı doğru cavab olur. Üçüncü sualda yenə də diaqonalvari qatlanmadır. Buradan bölmüş olsaq, bu hissəyə baxıram. Belə bir ox var burada. Bu ox 90 dərəcə fırlanıb, gəlib özünü bu vəziyyətdə görəcək. Sanki bir-birinə baxırmış vəziyyətində. Mən də həmin oxların elə vəziyyətinə görə bir dənə variant qalır. Baxın, o da daha doğrusu B variantı üstə verilib variant. B variantı. Burada ox əyri baxır. Burada da ox əyri dayanıb. Axı, bununla təsəvvür edin. Bununla bunu üst-üstə qatlayanda bunlar bir-birinin üstünə otura bilməz axı. Xəyali kəsiklərdə elə etməliyik ki, qatlayıb açanda açdığımız yaranan kəsimlər üst-üstə düşsünlər. Yəni bir-birinin qatlayan zaman üstünə düşsünlər. Mən bunu bunun üstünə qatlasam üst-üstə düşməyəcək. Üst-üstə düşən yeganə B variantı olmuş olur. Dördüncü sual yenə də diaqonalvari güzgüdür. Nə etmək lazımdır? Kağız qatlanıb 2 dəfə diaqonal üzrə bu formada bölünüb. Sonra indi mən açanda onu buradan bu formada açmalıyım. Açanda baxın, bu üçbucaq hissə özünü burada görür. Buradakı üçbucaq gəlir bura düşür.
Dairə də burada deyil idi. Gəlir 90 dərəcə fırlanıb bura düşür. Mən burada dairə hissəsini görmürəm. A variantı getdi. Burada bunun ağzı yarım qalıb. Y getdi. C-də də həmçinin o üçbucaq yarım qalıb. C getdi. Daha sonra görürəm ki, dairə gəlib bura düşməyib. B getdi. Doğru cavab D olur. 5-ci sualda fiqur, deməli kvadrat yuxarıdan aşağıya doğru qatlanır. Sonra bölünür hissəyə, iki hissəyə. Soldan da sağa doğru qatlanır və sağ tərəfdə belə bir kəsimlər baş verir. Deməli bu haradır? Sağ aşağı küncdür. Bir dənə sağ aşağı küncə baxın görək. Bu görüntü bu sola baxır, burada sağa baxır, getdi. Burada sola baxır. Burada da yenə sağa baxır, getdi. Bu da sağa baxır, getdi. Baxaq, bu da sağa baxır, getdi. 4 dənə variant baxma vəziyyətinə görə, baxış vəziyyətinə görə səhv çıxır, cavab Y variantı olur. Əsas hissə olduğu kimi qalmalıdır. Aha, 6-da bəs nə etməliyik? 6-da diqqətlə baxsaq, kvadrat formasında bir kağızdır. İlk öncə ortadan bölünür. Daha sonra bu hissə də bölünür. Buradakı hissə gəlir, bunun üstünə qatlanır. Sonra buradan üçbucaq kimi bölünürlər. Buradan sonrası artıq diaqonalvari, buradan bura qatlanır. Bu isə nə baş verir? Buradan bura doğru, daha doğrusu açılış vəziyyətini qeyd elədim mən. Deməli, aşağıdan yuxarı doğru qatlanıb. Yenə də burada da aşağıdan yuxarıya doğru qatlanıb. İndi geriyə qaydanda nə etməliyik? Açmaq lazımdır. Açanda baxırıq nəyə? Buradakı bu hissəni mən aşağıdan yuxarıya doğru açmalıyım. Belə bir çıxıntı hissəsi var. O gəlib yuxarıda olacaq. Baxın bu formada. Düşdü bura. Sonra keçirəm aşağı hissəyə. Aşağı hissəyə diqqətlə baxsaq, bu hissəni təyin eləyək. Buradan belə bir hissə görürük. Belə bir hissə görürük. Bu hissəni indi aşağıya doğru açanda baxın, hər bir çıxıntı, hər bir detay önəmlidir. Bu kvadratın içinə baxırıq. Qatlanma bu kvadratın daxilində baş verib axı. Onda buradan tutub bura açanda nə baş verəcək? Dairə dairəyə yaxın düşür. Bu trapesiya belədir axı. Demişdik çəpgüzgüdə 90 dərəcə fırlanıb gəlir. Bu 90 dərəcə fırlanır, əyilir, bu vəziyyətə düşür. Üçbucaq burada deyil. Buradadır indi. O da gəlir 1.90 dərəcə fırlanır. 1.90 dərəcə fırlanır. Yenə də bu vəziyyətə düşmüş olur. Qatlananda yenə də üst-üstə düşəcək. Ona bizə bu formada görüntü lazımdır. İndi A variantına baxın. Bununla bu bir-birinin qatlayanda üstünə düşər, heç düşməz, getdi. Həmçinin B variantında bu trapesiyanı bura qatlayanda ümumiyyətlə üst-üstə düşməz. C variantında üst-üstə düşür. Amma bir şeyi unutmayaq ki, burada belə bir kəsim hissəsi var. Burada belə bir kəsim hissəsi var. O kəsim hissəsi hara gəlib düşəcək? Baxın bura. Trapesiyanın aşağısı baxan tərəfə. Gəlib kəsim hissəsi burada olacaq. Gəlib burada məsəl üçün kəsim hissəsini aşağıda veriblər. Amma küncdə olmalıydı. C getdi. Burada bura niyə qalxsın ki? Gəlib aşağıya dayanmalıydı. Ona görə Y də gedir və cavab D variantı qalmış olur. 7-ci sualda baxmaq lazımdır nəyə? İndi bu formada, düzbucaqlı formasında bir kağızdır. Bunu ortadan bölürlər. Daha sonra nə edir? Sol hissə sağa doğru qatlanır. Aha, qatlandı. Növbəti dəfə nə edir? Növbəti dəfə isə aşağını saxlayır, yuxarıdan bu hissəyə doğru nə edir? Qatlayır. Açanda nə etməliyəm? Buradan yuxarıya doğru açmalıyam. Bir-bir addımlarımızı yerinə yetirək. Yuxarıya doğru açanda bizim əsas qatlanma istiqamətimizi, qatlanma zonası deyək də, onu əhatə edən yer buradır. Aşağıdakı bu düzbucaqlı bizə lazım deyil. Baxın, o da zaten burada da qalıb. Qatlanan hissə yuxarıdır. İndi bunu buradan qatlayanda kvadrat gəldi bura. Burada balaca bir dairə var. Düşünün, aşağıdan yuxarı qatlayıram. Güzgü veririk. Üçbucaq gəlir, burada özünü görür. Sonra burada bir ox var. O da yuxarıdan aşağıya doğru baxacaq. Burada bu var. Fırlanıb gəlib düşür bura. Simmetriyası. Aha, bu formada vəziyyət aldıq. Növbəti nə etməliyik? Tam orta hissəsindən
Götürüb bunu bölməliyik. Tam orta deyəndə, yəni ki, bax bu yarım hissənin ortası. Bu bunun yarısıdır da. Sanki bunun yarısının da yarısını götürür, köçürür. Nə etməliyik? Bunu sol tərəfə doğru bir dəfə açmalıyıq. Nə etmişdi? Soldan sağa doğru qatlamışdı. İndi sağdan sola doğru nə etməliyik? Açmalıyıq. Açanda dairə özün burada görür. Bu düzbucaqlı gəlir burada tamamlanır. Sonra balaca dairə özün burada görür. Ox da gəlir buradan belə baxır. Tamamilə düzgünü almış olduq. Burada baxırıq hansı variantda düzgün formada verilib. Baxaq da nəyə? Burada bu yuxarı baxır. Halbuki o bizdə görünür axı aşağı baxmalıdır, getdi. Bu yuxarı baxır, aşağı baxmalıydı, getdi. Burada heç o ox yoxdur. Baxın, çatışmır o fiqur, getdi. A və B variantında isə bu kvadrat balaca qalıb. Axı burada görünə boyda kvadrat alınıb. Buna görə B getdi. Cavab A variantı olmuş olur. 8-cidə qatlanmaya nəzər yetirə bilənə hansı formada qatlanıb? Birinci deyir ki, bu kağızın sağ yuxarı küncü qatlanıb aşağı. Daha sonra buradan xətt istiqamətində qatlanma baş verib. Qırıq-qırıq xəttləri gəlin tamamlayaq. Baxın. Deməli necə? Bu beşbucaq formasında bir qatlanma olub. Daha sonra nə edib? Daha sonra gətirib bu aşağı hissədən kəsib buranı. Və burada belə bir dairə kəsib, buradan belə bir yarım dairə kəsib, sonra isə buradan bir üçbucaq formasında hissə kəsib. İndi bir dənə baxaq. Bunu bu tərəfə köçürəndə nə baş verəcək? Bu aşağıya qatlandı da. İndi aşağıya doğru kəsildi. İndi aşağıdan yuxarıya doğru qatlanacaq. Yuxarıya doğru qatlananda bu formada hissə alınır. Gəlir buradan bir balaca bir dairə alınır. Burada kiçik bir kəsim alınır. Kiçik bir kəsim alınır. İndi növbəti nə olacaq? Buradan dedik ki, ikinci qatlanmada bu beşbucaq formasında açılmalıdır. Açanda burada olan bütün görüntülər gəlir bu tərəfə düşür. Bu üçbucaq burada tamamlanır. Dairə gəlir bu küncə düşür. Ortadakı dairə gəlir bura düşür. Növbəti etapda nə etməliydik biz? Bu kənar hissə qulaq kimi qatlanmış deyə həmin hissəni açmaq lazımdır. İndi ortadan həmin hissəni tapırıq. Bu hissə əhatə olunur. Bu hissə. İndi həmin hissəni biz açırıq. Həmin hissəni açaq. Buradan görürəm ki, bir yumru var. O gəlir bu küncə düşür. Buradan belə bir xətt var. Gəlir bu xətt burada tamamlanır. Sonra bitdi. Başqa heç bir şey olmur. Və nəhayətində alınan fiqur buradakı formanı almış olacaq. Baxıram o da burada üçbucaq içəriyə düşüb, getdi. Üçbucaq kəsildi. Burada ümumiyyətlə kəsinti yoxdur, getdi. Sonra burada gətirib içəridəki hissələr başqa bir formanı alıb, o dairə olmalıydı axı. A getdi. C və D variantı qaldı. Baxıram ki, bu kəsim hissəsi bura düşməlidir. Burada isə kəsim hissəsi yoxdur, gətirib dairə qoyub bura. C variantı getdi və doğru cavab olur D variantı. Yəni kəsim hissələrinə diqqətli baxmaq lazımdır. Burada isə iki formadadır. Məsəl üçün, baxın, bu hissəni bizə verib. Deməli, bu formada qatlayır, sonra belə bir kəsim eləyir. Sonra da buradan kəsir. Götürür, buradan bura qatlayır və sonra da ən sonda böyük hissədən sağ yuxarı küncə doğru açır. Baxaq hərəkətə nə cür açmaq lazımdır. İndi bu hissəni mən götürüb yuxarıya doğru açıram. Bu xətt özünü burada qarşısında gördü. Güzgü ilə gedir axı. Dairə buradadırsa, fırlanıb gəlir, düşür yaxına və buradan belə bir kəsik hissəsi varsa, o kəsik hissə burada olur. Növbəti etapda artıq biz kağızı kvadrat formasında açırıq. Açanda çəp qatlanır axı, diaqonal üzrə buradan bura doğru açırıq. Gəlir o kvadrat özünü burada görür. Kiçik kvadrat hissə burada görür. Bu burada tamamlanır. Daha sonra buradakı dairə burada tamamlanır.
balaca dairə bura düşür. Oxlar da gəlib qarşıda bir-birini bu formada görür. Burada variantlarda problem var. Bir dənə dairə artıqdan düşüb. Yəni dairənin biri burada olmalı idi. Amma yerdə qalan kəsim hissələrinə baxanda, məsəl üçün, burada kəsim yoxdur. Burada məsəl üçün baxıram ki, yuxarıya düşən oxlar yoxdur. Sonra bu hissədə oxların dayanma vəziyyəti tamamilə buradakindən səhvdir, yanlışdır. Burada isə yenə də yuxarı hissədə bu oxlar olmalıydı, getdi. Deməli, A variantı düzgün variant olacaq. Sadəcə dairələrin sayında problem var. 10 yenə də diaqonalvari qatlanmadır. Diaqonalvari qatlanmada nə etmək lazımdır? Bu formada verilən bir hissədir. İlk öncə diaqonalvari qatlanıb, buradan bura doğru. Sonra ortadan belə bölünüb, bu hissədən də bu hissəyə qatlanıb. Açanda nə etməliyəm? Buradan bura doğru açmalıyım. Gəlin açaq o hissəni. Demişdik ki, həmin hissələr 90 dərəcə fırlanıb düşür çəp güzgüdə. Gəlir düşür bura. Və bu ox da fırlananda üzünü gəlib baxın burada qarşı-qarşıya görür bir-birini. Mən həmin vəziyyətə baxıram. Ox burada yoxdur. B-də getdi. Ox yoxdur bu hissədə. Sonra burada ox bir-birinin tərsinə baxır, getdi. Onlar üst-üstə düşməlidir axı qatlayanda. Sonra baxaq nəyə? Başqa hələ ki bir problem yoxdur. İndi bunu təzədən kvadrat formasına bərpa eləməliyik axı. Kvadrata bərpa eləyəndə nə olur? Buradakı dairə gəlir aşağıda özünü görür. Sonra bu küncdəki dairə özünü bu küncdə görür. Sonra aşağıdakı oxlar isə bu formaya düşmüş olur. Gəlir və bu formada dayanır. Bir-birinə bu formada baxır. Və burada görürəm oxlar kənara baxırlar, gedir. Burada nə baş verir? Burada isə dairənin bir küncünü qoymayıblar. C gedir. Buna görə də D variantı doğru cavab olur. 11-də 11-in qatlanması necə baş verir? Məsəl üçün görürəm ki, bu hissədən belə bir kəsim baş verib. Belə bir kəsim baş verib. İndi nə etmək lazımdır? Bu hissəni biz buradan buraya doğru açırıq. Ora doğru açanda indi gəlin ilk öncə variantlarda həmin üzlərin görək hansı güzgüsü ola bilməz, onlara baxaq. Həmin hissəni biz şəkildə baxırıq ki, məsəl üçün bununla oradan bir xətt kimi böləndə variantlarla da işləmək bizə kömək olur. Buradan böldüm. Bununla bu bir-birinin güzgüsüdür. Xeyr, bu niyə fırlandı gəldi tərs düşdü ki? O əslində bu formada dayanmalı idi. Bir dəqiqə. Onun əslində güzgüsü verəndə buradan yuxarı, üstündə də nöqtə belə olmalı idi. A güzgüyə görə yanlışdır. Həmçinin də ki, baxın B-də yenə ortadan xətt qoyanda bunun güzgüsü bu deyil. Biri sağa baxır, biri sola. Tərsdirlər. B getdi. C-də güzgüsü ola bilər. D-də də güzgüsü ola bilər. Amma Y-də güzgüsü olmaz. Belə baxsaq, bununla bu bir-birinin güzgüsü deyil. Y də getdi. C və D variantı qalıb. Bunlara da baxıram, sadəcə baxın bu hissəyə. Bir-birinin güzgüsü necə ola bilər? Bunun güzgüsü burada. Bu formada böləndə bunun güzgüsü necə gəlib düşəcək? Dairə buradadırsa, dairə aşağıda, onun altında düzbucaqlı dayanmış olacaq. Yəni C variantındakı kimi. Y variantında isə, D variantında isə gəlib bunları əyibdir. Yəni bunun güzgüsü aşağıda bu formada dayana bilməz. Bu səbəbdən D variantı da yanlış olmuş olur. Baxırıq 12-ci suala. 12-ci sualda düzbucaqlı formasında bir kağız 3 hissəyə bölünüb. 3 hissəyə bölünəndən sonra soldakı hissə sağa doğru qatlanıb. Yəni bu orta hissəyə gəlib düşdü.
Daha sonra baxıram qırıq-qırıq xətlər sağ tərəfdədir. Qırıq-qırıq xətlər sağ tərəfdə olduğuna görə sağdan da sol tərəfə doğru bir qatlanma baş verib və ən nəhayətində kağızlar üzərində kəsiklər olunur. İndi biz bunu bərpa eləyəndə qatladığımızın əksi istiqamətində açmaq lazımdır. Ən sonda qatladığımız hissə sağ künc olduğuna görə birinci açacağımız hissə də bunun sağ küncü olacaq. Növbəti isə sol küncü qatlamışdıq. Sol küncü açmaq, bərpa etmək lazımdır. İndi bunun üzərində hansı formalar olacaq ona baxmalıyıq. Buradakı eyni görüntü sağ tərəfdəki üzə keçəndə bu dairə hissəsi gəlib burada özünü görəcək. Bu kiçik dairə bura düşür. Üçbucaq gəlir burada dayanır və küncdə olan üçbucaq da gəlir bura düşür. İndi bunu ortadan sol tərəfə doğru açanda gəlir dairə burada tamamlanır. Burada balaca bir dairə düşür. Üçbucaq gəlir burada tamamlanır və bu küncdə olan üçbucaq da gəlir bu küncə düşür. Orada olan üçbucaq da gəldi, bu küncə düşmüş oldu. Və nəhayətində bizdən belə bir fiqur tapmalıydıq. Onu variantlarla işləyib necə təyin eləyirik bəs? Variantlarla işləyəndə heç üzərində təsvir edib vaxtımızı öldürməyə gərək yoxdur. Gəlin variantlara baxaq. Bunu bildik ki, nə etməliyik? Buradakını sağa açmalıyıq, sonra da nə etməliyik? Sola açmalıyıq. Sağa açanda bir baxın. Bu görüntü təbii ki, ortadakı olmalıdır da. Ortada qalan hissədir. Bunun bu dairəsi çatışmır. Ona görə B getdi. Həmçinin də baxın burada, ortada dairə hissəsi olmalıydı da, çatışmır. C getdi. D-də bu küncü qatlayanda gəlib bura bir üçbucaq düşməlidir. Axı bunu bunun üstünə qatlayıram. Hər küncdə belə üçbucaq qulaqları olmalıdır. Burada isə yoxdur. Y getdi. Qaldıq A və D variantına. D variantda bu nöqtə niyə ağ rəngi oldu ki? O qara olmalıydı. D getdi. Ona görə də cavab A variantı olmuş olacaq. 13-cü sualda qatlanmaya diqqətlə baxsaq, görürük ki, fiqur hansı formada qatlanıb. Fiqur ilk öncə düzbucaqlı formasında bir fiqurdur. Orta hissəsini, yuxarı hissəsini saxlayıb, aşağını diaqonalvari qatlayıb. Buradan bura doğru. Qırıq-qırıq xətlərə baxın. Sonra nə baş verir? Buradan da gəlir, buradan da gəlir. Bölür, qatlayır bunun üstünə. Yuxarıda olan hissəni qatlayır bunun üstünə. İndi açanda nə etməliyik? Açanda burada yaranan düzbucaqlı hissəsini yuxarıya doğru açmalıyıq. Yuxarıya doğru açaq. Açanda yuxarıya düşən görüntülər hansı olacaq? Təbii ki, bu düzbucaqlı hissə gəlib özünü burada yuxarıda görəcək. Para üçbucaq gəlib burada da görünəcək. Balaca dairə gələcək burada da olacaq və balaca qara dairə düşəcək bura. Artıq bundan sonra bizi maraqlandıran hissə hansıdır? Birinci qatlamanı etdik. Növbəti etapda buradan bura doğru açmalıyıq. Açdığımız hissə hansı hissədir? Baxın, bu hissə. Bizə yuxarıda nəyin olub olması vacib deyil. Əsas bizi maraqlandıran bu hissədəki hansı görüntünün olmasıdır. Bunu başlayırıq buradan bura doğru açmağa. Açanda görək nə baş verəcək. Təbii ki, buradakı qara dairə olmayacaq, çünki o xaricdə qaldı. Bu formada düşdü. Düzbucaqlı, mərkəzdəki düzbucaqlı. Sonra buradan üçbucaq kəsim hissəsi var. O gəlib burada görəcək özünü. Burada dairə tamamlandı dedik. Burada belə bir balaca üçbucaq gəlib burada düşəcək. Всё, başqa heç bir problem qalmadı. Baxın, burada dairəni saxlayıb. O dairə niyə itir bilirsiniz? Çünki bizim açdığımız, belə deyək də, zonanı əhatə etmir. Bizim kağızımızın qatlanma hissəsi ancaq buradır. Bura onun xaricidir. O bizə maraqlı deyil. Çünki o qatlananda yuxarıya getdi. O kəsim hissəsi yuxarı getdi. Vərəqin aşağıdakı qatlanmış hissəsinə aid edilmir. Bu səbəbdən burada dairə verib yanlışdır. Eyni görüntüyə baxıram. Burada D düzbucaqlı formasında saxlayıb aşağı əyilməli idi. B və Y variantı arasındakı yeganə fərq burada üçbucaq hissəsinin olmasıdır. O xətt olmalı idi. Ona görə Y də gedir, cavab B olur. Sonra burada isə necə qatlanıb? Əvvəlcə qatlayıb soldan, sağdan sola doğru.
Sonra isə aşağını üçbucaq formasında, kvadrat formasında bölüb aşağıdan yuxarıya doğru qatlayıb. Açanda nə etməliyik ilkin olaraq? İlkin olaraq buradan yuxarıdan aşağıya doğru açmalı. Açanda kvadrat gəlir, bərpa olunur. Yarım çevrə də gəlir. Çevrənin 1/4 gəlir, bura düşür. Sonra bu fiquru ən nəhayətində sağa doğru açmalıyam. Sağa doğru açanda nə baş verəcək? Gəlir bu dairə burada tamamlanır. Kvadrat buradaydı axı. Elə bil ki, sağa doğru güzgü verirəm. Gəlir güzgüdə özünü burada görür. Bu yarım çevrə gəlir, güzgüdə özünü uzaqda görür. Kəsik hissəsi güzgüdə özünü kəsik görür. Ox da güzgüdə özünə doğru baxır. Soldan sağa doğru, sağdan sola doğru güzgü bu formada verilir və bu görüntünü axtarmalıyıq biz. Burada üç bucaqlar qalıb, o kvadrata tamamlanmalıydı. Burada romb olub, kvadrat olmalıydı. Aşağıdakı hissə üçbucaq yox, dairə kəsim olmalıdır. A gedir. Deməli, qaldı B və D variantı arasında. Orada da yuxarıdakı kəsim olmalıydı. D də yoxdur. Bu səbəbdən B variantı doğru cavab olur. 15-ci sualda yenə də qatlanmaya nəzər yetirək. Yuxarıdan aşağıya doğru kağızın hissəsini saxlayıb ilk öncə. Aşağını qatlayır, birinci buradan bura doğru. Sonra yenə buradan ortadan bölür. Buradan bura doğru qatlayır və üstündə kəsimlər edir. Ən sonunda yuxarıda olan hissəni aşağıya doğru belə bir qatlayır. İndi nə etməliyəm? Ən sondan geri-geriyə getməliyəm. Deməli, birinci bu hissəni açmaq lazımdır. Bu hissəni açanda bunun içərisində yalnız ellips formasında bir çıxıntı var. O gəlib özünü burada görəcək. Aha. Sonra nə etmək lazımdır? Bizə lazım olan hissə, baxın, bu üçbucaqdır. Bu üçbucaq hissədir. Bu üçbucaq hissənin içində nə varsa bizə o maraqlıdır. Birinci nə etməliydik? Bunu aşağıya doğru açmalıydı. Aşağıya doğru açanda burada belə balaca çıxıntı burada da olacaq. Buradakı bu dairə gəlib özünü burada görəcək. Növbəti etapda mən nə etməliyəm? Bunu sağa doğru açmalıyam. Aşağı sağ küncə doğru. Açanda nə baş verir? Yenə də buradakı dairə hissə gəlir, bura düşür. Bu aşağı yuxarıdakı dairə, soldakı dairə gəlir, bu aşağı ortaya düşür. Kvadrat buradan baxın tamamlanır və vəsyo. Eyni bu şəklimiz alınır. Orada belə bir şeydir, bu yanlışdır. Ortada romb verib yanlışdır, rombdur yanlışdır. A və C variantı. C'də variantlar kəsiklər çox azdır. Buradakı. Burada kəsikləri verməyib. C yanlışdır. Bu səbəbdən A variantı doğru cavab olmuş olur. Məsələn, 16-da. 16-da nə edir? Yenə də yuxarıdan aşağıya doğru qatlayır. Sonra isə buradan bölür və sağdan, soldan sağa doğru qatlayır. Yəni, nə etmək lazımdır? Bu hissə, bu künc. Bu künc sağ aşağı küncdür və variantları da həmin küncü axtarmalıyıq. Gəlin, sağ aşağı küncə baxaq görə eynisidirmi? Bəli, sağ aşağı künc hələ ki burada eynisidir, bir problem yoxdur. Amma biz buradakı bu dairə hissəsini görmürük. Burada var, burada o kəsim yoxdur. Ona görə C gedir. Sonra bunu böldük, çəkdik bura. Bunun eyni kəsimini görürük. Sadəcə olaraq biz bunu aşağıdan yuxarı qatlayanda burada üçbucaq kəsinti olmalıdır. Axı burada varsa burada da olmalıdır. Buna görə B gedir. C variantı, Y variantında görürəm ki, hər şey var. Amma aşağıdan yuxarı qatlayanda, aşağıdan yuxarı açanda daha doğrusu bu ox da buradan gəlməli idi. Sonra burada üçbucaq hissə olmalı idi. Y gedir. D variantında bunu soldan, sağdan sola doğru açanda ox özünü burada görməlidir. Amma yoxdur, ona görə D gedir. A variantında isə heç bir problem yoxdur. Tamamilə düzgündür. Baxın, buradan bölürük. Buradan da böldük. Buradan bura bir-birinin güzgüsüdür. Aşağıdan da yuxarıya doğru bir-birinin güzgüsüdür. Heç bir, yəni görüntüdə bir problem yoxdur. Ona görə A variantı doğru cavabdır. 17-ci sualda nə edir? Yenə də bunun hissələrində kvadratı künclərdən içəriyə doğru qatlayır. Üçbucaq kimi bölüb içəriyə doğru qatlayır. İndi açanda nə etməliyik? Daha sonra bax görürük belə bir hissə kəsib. Nəyə nəzər yetirmək lazımdır?
o hissələr necə qatlanmalıdır? Görürəm ki, buradan da ən sonda bura qatılıb. İndi açanda buradan bura doğru açmalıyam. Nə varsa gəlib özünü sağdakı ilə soldakı üst-üstə düşməlidir. Belə bir dairə hissəsi var, gəlib tamamlanacaq. Belə bir hissə var, belə bir düzbucaqlı var və belə bir ox var. İndi diqqətlə baxsaq əgər, həmin biz görüntü hissəsini harda gördüyümüz hissə fərqlidir. Məsəl üçün, burada ox görürük, amma burada səhvdir. Burada yenə yuxarıda ox var, amma burada dairə verib səhvdir. Başqa nə problem var, nə yanlış var? Baxın, burada variantda oxdur. Burada gətirib dairə verib. C variantı yanlışdır. A və D variantında hələ ki bir problem yoxdur. Baxaq görək vəziyyət hansı formada olmalıdır. Onlara nəzər yetirməliyik. Bu əsas problem kənardakı üçbucaq çıxıntılardır. Bunu biz açanda ox özünə baxacaq, ortaya kvadrat kəsik düşəcək. Bu dairə kəsim də gəlib bu belə düşəcək. Bütün kənarlarda o eyni vəziyyətdə olacaq. Dairə kəsimi belə düşür. Dairə kəsimi gəlir, qatlanır, belə düşür. Ancaq baxın, A və Y variantındakı tək problem o idi. Bu gəlir, dairə kəsimi belə düşür. Axı o böyük dairə deyil idi. Dairənin 1/4 hissəsi idi. Baxın D-dəki kimi. Ona görə cavab D olur. A yanlışdır. 18-in tipinə yuxarıda baxmışdıq. Məsəl üçün 19-a baxaq. 19-da soldan sola doğru qatlanıb, sağdan sola doğru qatlanıb. Sonra isə yuxarıdan aşağıya doğru qatlanıb, burada da diaqonal vari qatlanıb kəsiklər edilib. İndi nə etməliyəm? Buradan yuxarıya doğru açmalıyam. Yuxarıya doğru açanda dedik axı çəp güzgüdür. Çəp güzgüdə nə edir? 90 dərəcə fırlanıb gəlirlər. Bu formada fırlandı. Onun üstündə belə bir dairə. İndi növbəti etapda mən bunu yuxarıya doğru açmalıyam. Yuxarıya doğru açanda eyni görüntü yuxarıda olacaq, güzgü formasında, qatlayanda üst-üstə düşsün deyə bu formaya gəlir. Sonra da bunu sağa doğru açmalıyım. Sağa doğru açanda yenə bu oxlar üz-üzə baxır. Sonra bu aşağıdırsa burada da aşağı baxır, yuxarı baxır. Sol tərəfə və nöqtəsi də buradan olur. Yəni eyni bir görüntünü tapmalıyıq. Buradakı oxların sayı çox oldu, buna ehtiyac yoxdur. Burada məsəl üçün baxıram ki, ox sola baxır. Axı bizdə aşağı baxırdı ox. Yanlışdır. Burada C variantı çox seyrək verilib. Həmçindəki Y variantında oxlar çox qeyri-standart şəkildə düzülüb. Y variantı yanlışdır. A variantı tamamilə doğru olacaq. Bu formada məsəl üçün 20-yə baxaq. 20-də ilk öncə yuxarıdan baxıram ki, nə baş verib? Yuxarı hissədə hərəkət gedirsə, kəsim gedirsə, aşağıdan yuxarıya doğru qatlayıb. Qırıq-qırıq xətt istiqamətində. Sonra bunu ortadan bölüb, soldan sağa qatlayıb. Baxın, qırıq xəttlər soldadırsa, soldan sağa qatlanıb. İndi biz qırıq xəttlərin istiqamətinə doğru açmalıyıq. Yəni, sağdan sola doğru açanda bu hansı hissəsidir? Sağ yuxarı küncdür. Sağ yuxarı küncdürsə, həmin o sağ yuxarı künc variantları da öz yerində qalmalıdır. Burada baxıram, Z aşağı gedən formadadır. Z deyək də buna. Burada isə birinci yuxarı gedir. B yanlışdır. Burada da Z yuxarı gedir. Y yanlışdır. Burada görürəm 2 dənə istiqamətli ox verilib. C yanlışdır. Bir dənə olmalıdır ox. Qaldı A və D variantı. A və D variantında isə güzgü məsələsi var. Mən bunu sağdan sola doğru açanda bu Z özünü güzgüdə bu formada görə bilərmi? A variantındakı güzgü olur. Xeyr, güzgü deyil. O güzgüdürsə onun baş hissələri bir-birinə doğru baxmalıdır. Yəni D variantındakı kimi. 21-də məsələn, 21-də baxıram ki, kağız ilk öncə sağdan sola doğru qatlanıb. Sonra ortadan bölünüb, yuxarıdan aşağıya doğru qatlanıb, aşağıda kəsimlər olub. İndi geri-geri gedəndə aşağıdan yuxarıya doğru açmalıyam. Aşağıdan yuxarıya doğru açanda nə baş verir? Buradakı romb özünü burada görür. Bu kvadrat qalxır yuxarı. Buradakı üçbucaq yanda olur. Dairə isə gəlir düşür bu yana. İndi növbəti etapda kağızı hara doğru açmalıyam? Bu sağdan sola doğru qatlanmışdı axı. Açılanda da
soldan sağa doğru açılacaq. Deməli, sağa doğru kağız açılır. Aşağıda belə bir kvadrat hissə özünü görür. Dairə gəlir burada tamamlanır. Bu üçbucaq gəlir düşür, baxın bura. Oradakı romb özün burada görür. Buradakı dairə tamamlanır. Üçbucaq özün burada görür. Başı da kvadrat olur. Baş hissəsinə görə baxın, bunun baş hissəsi üçbucaqdır. Bunun baş hissəsi üçbucaqdır. Baş hissəsi üçbucaqdır. A'da isə sol künc dairədir. Amma bizdə sol künc üçbucaqdır. A gedir, qalır D variantı. Sonra 22 də biraz mürəkkəb görünən bir kəsimdir, amma heç də elə deyil. Əslində sadə bir görüntü ilə tapmaq olur. İndi ilk öncə nəyə baxıram? Ona baxırıq ki, bu hissələr necə qatlanır. Bu hissələr baxın, bu bura qatlanır. Bu yuxarıya doğru, bu aşağıya doğru, bu da bu küncə doğru. Simmetrik bir dənə bölüm. Tam simmetrik olsun. Hər bir hissə uyğun şəkildə qatlanır. İndi biz bunu da buradan bölmüş olsaq, hər bir hissə yuxarıya doğru açılanda nə baş verəcək? Yuxarıya doğru açılanda bu romb gələcək belə. Buradan belə bir romb, buradan dairə, buradan isə kvadrat alınacaq. İndi mən görürəm ki, burada romb əyri dayanmalıydı, düz dayanıb getdi. Burada da əyri dayanmalıydı, düz dayanıb getdi. Sonra bu birisi romb tamamilə eyni vəziyyətdə, heç bir problem yoxdur. Yəni B, C və Y variantındakının görüntüsündə hələ ki heç bir problem yoxdur. İndi açanda biz bunu dedik ki, belə açırıq. Buradakı xəttlər istiqamətində açıram. Formada açdıq. Növbəti etapda nə etməliyik? Və sonra biz tam kvadrata baxın bərpa eləməliyik. Tam kvadrata da gəlin bərpa eləyək. Biraz səliqəsiz oldu. Baxın, tam kvadrata bərpa eləyəndə biz hansı hissələri götürməliyik? Bu üçbucaq hissəsi. Yəni burada olan görüntü gəlib bura düşməlidir. Bu bura düşməlidir. Bura düşəndə baxın, kənara düşən hissələr romb olmur. O romblar gəlib bu kənara düşməlidir. Romb düşməlidir. Burada gəlib kənara üçbucaq düşüb C gedir. Burada gəlib kənara üçbucaq düşüb Y gedir. Yəni o rombun parçaları gəlir düşür də. Belə baxaq ki, romb bu böyük çıxıntılar gəlir kənara, böyük çıxıntılar düşür. Buna görə B variantı doğru cavab olmuş olur. Bu da yenə də işlədiklərimiz tiplərdəndir. Bu formada qatlanmaya baxmışdıq. Məsəl üçün, baxaq burada 30-cu suala. 30-cu sualda kağızı yuxarıdan görürəm ki, proses yuxarıda gedibsə, deməli, həm də qırıq-qırıq xətlərin istiqamətinə baxaq. Aşağıdan yuxarıya doğru qatlayıb. Sonra isə bunun üçbucaq hissəsini üzrə qatlayır. Yəni ki, açanda bu üçbucaq hissəsi üzrə açmaq lazımdır. Gəlin biz də buradan üçbucaq hissəsi yaradıb açaq. Burada verilən görüntü hələ ki budur. Buradan belə bir üçbucaq hissəsi açıram. Dairə buradadırsa, gəlir burada tamamlanır. Burada belə bir üçbucaq hissəsi varsa, burada da olur. Çevrə də gəlir, buradan belə düşür. Növbəti etapda axı bunu kvadratı tamamlamalıyıq biz. Dəqiqə. Dursun bu tərəfdə. Bu üçbucaq hissə tamamlanmalıdır. Kvadratı tamamlanmalıdır. Kvadratı tamamlayanda burada kəsim hissə gəlir, bura düşür. Buradakı dairə çıxıntısı gəlir, bura düşür. Bu isə buradan tamamlanır. Yəni eyni şəkli olduğu kimi
aşağıya doğru nə etməliyik? Açmaq lazımdır. Yuxarıda olan bütün görüntülər gəlir aşağı düşür. Kvadrat bura düşür. Ulduz gəlir bura düşür. Dairə burada tamamlanır. Yuxarıda olan bu dairə gəlir bura düşür. Kvadrat tamamlanır. Kəsim hissəsi də gəlir bura düşür. Burada ulduz ola bilməz. Y variantı gedir. Aşağıdakı kəsimlərə nəzər yetirsə, burada bu kəsim yoxdur. C gedir. B variantında yenə də o kəsim yoxdur. B variantında gedir. A və C variantındakı problem kənarda olan kvadrat hissənin olmamasıdır. Bu kvadrat hissə yuxarıdan da şəkildən görürük ki, var, mövcud. Ona görə D variantı da yanlış olmuş olur. A variantı doğru cavab olacaq. Üçbucaq formada qatlanmadır. Üçbucağı elə bil ki, buradan bölür və üçbucaq hissələrə ayırır. Orada müəyyən kəsimlər eləyir. O kəsimlər olmuş üçbucağı açanda buranı bura açırıq, buranı yuxarı hissəyə, buradan da bura. Çünki bütün künclərdən, bütün künc hissələrdən qatlayıb ortaya, orta kəsilib. Kəsiləndən sonra ortanı açmaq lazımdır. İndi açanda başlayaq açmağa. Bu hissəni mən bura doğru açıram. Bura doğru açanda baxın eyni hissə gəlir. Burada bir çıxıntı olacaq. Sonra buradan bir dairə çıxıntısı və vüsyo. Bu formada açdıq. İndi bu görüntünü eynisini buradan yaradıram. Bura tam gəlir düşür. Burada dairə tamamlanır. Burada isə gəlir bir dənə kvadrat çıxıntı olmuş olur. Eynisini yuxarıya doğru açıram. Yuxarıya doğru açanda bu hissə qalır. Buradan belə bir dairə çıxıntısı gəlir. Ortada da kvadrat tamamlanır. Deməli, üçbucaq tam olaraq bu vəziyyətdə olmalıdır. Ortadakı kvadrat burada yarım qalıb tamamlanmalıydı. Sonraki buradakı kvadrat hissə düşə bilməzdi Y variantında. Burada isə dairə hissəsi düşmürdü. Dairə sağ küncdə olmalıydı. Burada isə bir çıxıntı olmaya ehtiyac yox idi A variantı kimi. A gedir. D variantı tamamilə bizim yuxarıda yaratdığımız şəkillə eyni görüntüdür. 32-ci sual. 32-ci sual diaqonal formada qatlayır. Daha sonra ortadan bölür. Növbəti dəfə yenə də bölür bu hər birini. Sonra nə edir? Buradan bura qatlayır. Buradan da bura qatlayır. İndi açanda birinci buranı aşağı açmalıyım. Gəlin bu formada açaq. Bu ox hissəsini mən yuxarıdan açanda gəlir bu vəziyyətə düşür. Sonra bunu nə etməliyəm? Sağ yuxarı tərəfə açmalıyam. Açanda gəlir baxın buradakı eyni görüntü burada da alınır. Növbəti etapda biz bunu tam kvadrata tamamlamalıyıq. Tam kvadrata tamamlayanda bu ox gəlir özünü burada görür. Sonra nə baş verir? Buradakı oxla bir soğuq üz-üzə baxırdı deyə buradakı ox bura düşəcək. Bu da gəlir özünü burada 90 dərəcə fırlanmış vəziyyətdə görür. Yəni eyni görüntünü biz cavab variantlarında axtarmalıyıq. Buradakı görüntü yanlışdır. Bu formada ox formasında olmur. Bu da ox formasında olmur. D və Y-dəki fərq bu oxdadır. Burada isə baxın oxların baş hissəsi olmalıydı. Burada oxların baş hissəsi yoxdur. Ona görə D gedir. Y variantı tamamilə doğru variant olacaq. Bu formada qatlanmaya baxmışdıq. 34 də indi baxdığımızın eynisidir. 35 də çox rahatdır. Yenə də buradan yuxarıya doğru açılmalıdır. Sonra da buradan bu istiqamət buradan bura açırıq. Buradan da ümumi nə etmək lazımdır? Bu hissəyə doğru açmaq lazımdır. İndi gəlin variantlarla işləyək. Bu görüntü burada olmalıdır. Görək hansında eyni görüntü yoxdur. Hamısında o görüntü var. İndi onun bir dənə güzgüsünə baxaq. Görək sağ tərəf onun güzgüsü ola bilir. Bu D variantında məsəl üçün güzgü deyil. Getdi. Bundan baxın bu tərəf. Bir-birinin güzgüsü ola bilərmi ki heç? Dairə buradadır, burada uzaqda olmalıdır. A da güzgü deyil heç. B-dəki özünün eynisidir. Baxın bunun eynisini gətirib qoy bura. Qatlayanda üst-üstə düşmür axı. B də getdi. Həmçinin C variantında da güzgü olmur. Bu ikisi bir-biri ilə. C də gedir. Y-də isə tamamilə bir-birinin güzgüsü olmuş olurlar. 36 tipinə də baxmışdıq. 37, 38 yenə də hamısı eyni tiplərdəndir. Çevrə formasında qatlananda yenə çevrə aşağıdan yuxarıya doğru qatlanıb. Burada da sağdan sola doğru. İndi açanda
soldan sağa doğru açmalıyıq. Açanda dairə gəlir, bura düşür, kvadrat gəlir, düzbucaqlı bura düşür. Dairəni aşağıdan tamamlayırıq. Gəlir eyni görüntülər aşağıda da mövcud olur. Yəni burada çox seyrəkdir. Buradan nə əlaqə? Bu formada deyil. Burada dairələr gedib aşağı düşüb, olmaz. Burada dairələrin sayı azdır, olmaz. A variantı tamamilə eyni görüntüdür. Burada yenə eyni formada qatlanmalardır. Keçək məsəl üçün indi artıq hissələrin birləşdirilməsi suallarına keçə bilərik. Hissələrin birləşdirilməsi suallarında sualın mahiyyəti ondan ibarətdir ki, bizə müəyyən fiqur parçaları verilir, müəyyən kəsim hissələri verilir. Məsələn 3 dənə, 4 dənə, 5 dənə indi baxır sualdan suala dəyişir. Hissələr verilir. Biz də həmin hissələri birləşdirib hansı fiquru yarada bilərik, ona baxırıq. Verilən hissələrdən hansı fiquru yaratmaq olar, ona nəzər yetirmək lazımdır. Burada etməli olduğumuz məqam sadəcə həmin hissələri elə yerləşdirməliyik ki, variantlardakı fiqurların daxilinə tam formada yerləşsin. Heç bir hissə artıq qalmasın, lazımsız hissə olmasın. Məsəl üçün, yuxarıda bizə 5 dənə parça, 4 dənə parça verilibsə, onları elə yerləşdirməliyik ki, hamısı tam yerləşsin fiqurun içərisinə. Və ölçülər də burada nəzərə alınmalıdır. Ən çox köməyimizə çatan fiqurların kənar xətləridir ki, parçaların kənar xətləridir ki, onları hansı fiqurun daxilinə yerləşdirsəm, variantlardakı fiqurun daxilinə tam oturar. Ona baxmaq lazımdır. Məsələn, birinci sualdan baxaq. Mən bu hissələri hansı fiqurun daxilinə yerləşdirə bilərəm deyə düşünəndə, məsəl üçün A variantında yerləşdirə bilmərik, çünki bu kənar çıxıntılar bizə qoymur onu yerləşdirmək üçün. 2 dənə kənar çıxıntı yerləşdirsək, alt hissəsini tarazlaşdıra bilməyəcəyik bunun. Məsəl üçün B variantına yenə də tam yerləşdirə bilmirik. D və Y-də də həmçinin. Diqqətlə baxsaq, əgər elə bu hissələri bir-birinə yaxınlaşdırsaq, tam üçbucaq alınır. O da bu formada olacaq. Üstündə təsvir eləsək, bu formada olsun. Formada. Bu formada yerləşdirdik. Sonra bu ikinci, buna 1 deyək. 1 olsun. 2-ni də buradan gətirək, yerləşdirək. 2-ni gətirdik, buradan belə yerləşdirdik. Sonra 3-də, 3-də. 3-ü bu hissəyə. İndi ölçülərdə biraz tam yaxşı çəkmədim deyə. İndi bunu daha səliqəli çəkmiş olsaq. Buradan belə bir hissə. Buradan belə. Bu da belə. Və hər bir hissə tamamilə bunun içərisində yerləşmiş oldu. Ona görə cavab olur C variantı. İkinci sualda baxaq. İkinci sualda qeyd olunur ki, bu hansının içərisinə yerləşir? Yenə də əsas baxmalı olduğumuz bunun kənar çıxıntılarıdır. Kənar çıxıntıları baxıram ki, altıbucaqlıda da o kənar çıxıntılar var. Amma uzunluq məsələsinə diqqət yetirsəniz, ölçü məsələsində problem yaranır. O xətt burada qısadır, burada isə bu kənar xətlər çox uzundur. Ona görə D gedir. Həmçinin beşbucaqlıda da nədir? Kənar xətlər çox böyükdür. A gedir. Y-də də kənar xətləri çox böyükdür. Onun daxilinə yerləşdirmək olmaz. Y də gedir. C-nin də kənar xətləri tam formada alınmır. Amma B variantındakı fiqurun eynisinin daxilinə yerləşdirmək olar. Məsəl üçün, baxın bu hissəni götürürəm. Belə bir hissə. Qırmızı ilə çəkək. Daha rahat görünsün. Bu formada bunu birləşdirdik. Sonra növbəti bu aşağıdakı hissədir. Belə bir hissə.
2 də deyək buna, 1 buna, 1 bura, 2 bura. 3 ilə 4-ü yerləşdirmək qaldı. 3-ü belə yerləşdirərik. 3-ü yerləşdirərik bura. 4 də gələr, baxın bu hissəyə yerləşmiş olar. Yəni tamamilə B variantının daxilinə yerləşə bildi. Buna görə B variantı doğru cavab olmuş olacaq. Həmçinin baxın burada da bu hissəyə baxanda elə bir dənə mən variantı oxşadıram. Baxın bu bura. Bu hissə eynisi deyilmi? Baxın bunun. Bunun eynisidir. Gətirdik, qoyduq bu küncə. Sonra baxırıq, burada belə bir hissə var. Bu hissəni buradan çəkmək olar. Belə bir hissə. Bunu buradan birləşdirərik. 2 də buna deyək, 1 bura, 1 bura, 2 bura. Sonra daxilində yarada bilərik, bax bunu. Belə bir hissə var. Bunu buradan belə çəkərik. Növbəti etapda buradan belə. 3 bura deyək. 4 buna. 5 də buradakına. Görürük ki, hər bir hissə tamamilə fiqurun daxilinə yerləşdi. Ona görə A variantı tamamilə düzgün olacaqdır. Burada yenə də baxıram, baxın bu çıxıntı hissələrinə. O çıxıntı hissələrini hansı fiqurun daxilinə yerləşdirə bilirik? Buradan tam aydın formada görünə bilir. Məsələn, bunu gətirək, yerləşdirək hara? Bu fiqurun daxilinə yerləşdirsəm, bu formada yerləşdirdik. Sonra buradan belə bir hissə. Aha, baxırıq ki, eyni görüntüdür. Baxın burada. 1 buna desək, 2 buna, 3 burası, 4 də bu hissə. İşte indi buradan bu tərəfə gələndə rom formasındadır. Yəni D-nin daxilinə tamamilə yerləşdi. Əslində bunu bu 5 bucağın daxilinə də düşünə bilərdik. Baxın, məsəl üçün düşündük. Amma bu ölçü məsələsi burada problem yaradır da. Ölçü məsələsi orada tam alınmır. Bax ki, bunu belə düşündük. Birinci hissəni baxın bunun daxilində. Və yenə də xəttin uzunluğu çox böyük çıxır. Bunu bura qədər gətirdik. Düz uzadanda gəlir bunun daxilindən çıxır. Ona görə C variantının daxilinə yerləşdirə bilmirik o xətti. D variantı doğru cavab olur. Həmçinin məsəl üçün burada da yenə də bu xətlərə baxırsınız. Bu xəttdə hansı fiqurda görürsünüz? Məsəl üçün də bunun kənar hissələrinə daha çox uyğun gəlir. Bu formada birləşdiririk. Sonra bu hissəni gətirib yuxarıdan qoyuruq və s. Yəni bu formada verilən hissələri daxilində yerləşdirməklə tapmış oluruq. Sonra 11-dən 19-a qədər olan suallarda hansı hissə artıqdır, onu tapmalıyıq. Yəni ki, 4-5 dənə variantdan 4-ündəki hissələri birləşdiririk və bu kvadratı yaradırıq. Bir hissə isə artıq bizə lazım deyil. Məsəl üçün, bunu necə eləyə bilərik? Baxırıq variantlardan, görək hansından kvadrat yarada bilərik. Məsələn, götürsəm bu trapesiyanı buradan yaratsam, İçəridə baxın belə bir üçbucaq hissə alınır. Məsəl üçün 1 bura, 2 bura desək, 1 budur, 2 budur. Növbəti yenə həmin trapesiyanı yuxarıda yaradarıq. 3 bura deyərik. 4 də buradakı hissəyə deyərik. Amma Y variantı bizə lazım olmadı. Ona görə də artıq olan hissə məhz Y variantı olacaq. Burada da nəyə baxmaq lazımdır? Bizə lazım olmayan hissə hansı olacaq? Məsəl üçün, mən bu çıxıntını görəm. O çıxıntını necə tamamlaşdıra bilərəm? Bunun altına gətirib qoysaq, həmin çıxıntı tamamlanacaq. Həmin çıxıntı tamamlanmış olur. Yəni D ilə C bir-birini tam üçbucağa tamamlayır.
O hissəni burada təsvir eləsək, burada təsvir eləsəm. Sonra gətirərik bu üçbucağı buradan qoyarıq. Və nəhayət bu hissəni də bu formada. İndi ölçülərdə biraz məsəl üçün Y variantını gətirib bura yerləşdirirəm. C variantını bura, D variantını bura, A variantını da gətirib bura qoyuruq. B variantındakı hissə çox böyükdür. Yəni o hissəni təpə hissəyə yerləşdirə bilmirik. Bu səbəbdən B variantı yanlış olur. Burada da hamısında eyni prinsiplərdir. Məsəl üçün keçək 20-25-ci suallarda nə etməliyik? Onlara baxaq. 20-25-ci suallarda çatışmayan hissəni tamamlamalıyıq. Fiquru tamamlamaq üçün hansı hissə lazımdır bizə? Onu tapmaq lazımdır. Bu fiquru 5-bucaqlıya tamamlamaq üçün bu ilə artırıb bura doğru düşməliyik. Və bizə lazım olan hissə hansı olacaq? Bu. Belə bir hissəni variantlardan axtarmalıyıq. İndi baxırıq ki, həmin hissə variantlardan hansı ola bilər? Görürük, bunun çox çıxıntısı var. Biri bu tərəfdə, biri bu tərəfdə. Belə bir çıxıntı hissəsi bizə lazım deyil. Eyni görüntü, baxın, Y variantındakı görüntü ilə eyni deyilmi? Baxın, bu xətt belə gəlir. Buradan kiçik bir üçbucaq, sonra böyük üçbucaq və buradan belə bir hissə yaranmış oldu. Burada üçbucağın çıxıntısı 3 dənədir. Belə bir hissə bizə lazım deyil. Daha sonra həmçinin də Y-də üçbucağın çıxıntıları 3 dənədir. Bu da bizə lazım deyil. A-da da ki, yəni çox düzgün olmayan bir formada verilib. Bu səbəbdən A yanlış olur. Yəni qeyd elədiyimiz kimi hissələri tamamlayırıq və hansı hissə çatışmır, onu tapmaq lazımdır. Məsəl üçün bunu romba tamamlamaq üçün fikirləşirik ki, nə edə bilərik? Romba tamamlayırıq bu formada və bizə lazım olan hissə gəlir. Belə bir xətt çıxır. Sonra da gedib cavab variantlarından o xətti seçirik. Bu hissəni sadəcə belə eləyək. Tam tamamlananda burada belə bir çıxıntı alınır. O çıxıntılı olan hissə, məsəl üçün, burada çıxıntı oxşamır. Sonra orta hissəsi, baxın, burada gətirib, necə verib? Qısa veribdir C variantında. Sonra tam düz gəlməlidir. Üçbucaq formasında əyilməlidir. Burada bu formada əyri var. Burada bu formada, burada bu formada tamamilə düzdür. Sonra gəlir bu hissədə yenə biraz düz çıxmalı idi. Yəni D variantındakı forma kimi. Burada qısa qalmırdı. Bu xəttin uzunluqları burada eynidir. Bu buradakı kimi. Burada birinin təpəsi buradadır, birinin təpəsi burada. Ona görə Y gedir, B gedir və D variantı eyni şəklin görüntüsüdür. Sadəcə 180 dərəcə fırlanmış görüntüsüdür, belə deyək. Bu suallarımız bu qədər. Yəni hissələrin birləşdirilməsi tipli suallarda da 3 tipdə qarşımıza çıxa bilərdi. Onları da qeyd elədik. Qarşımıza çıxa bilər. Birləşdirib hansı fiquru alırıq, onlar hansı hissə artıqdır və tamamlamaqla bağlı çıxa bilər ki, fiqurun yarım qalan hissəsini tamamlayın.